Bakının istər adi, istərsə də izdihamlı konsert salonlarında keçirilən tədbirlərin, şou proqramların həm tamaşaçısı, həm də iştirakçısı olmuşuq. Amma etiraf edək ki, çoxlarımız rəsmi obyektlərdə keçirilən tədbirlərdə iştirak etməmişik. Çünki bu çox nadir hallarda olur, özü də kiçik auditoriya üçün. Belə nadir tədbirlərdən biri günlərin bir günü elə axşam çağı Fransa səfirliyində keçirildi. Səfir Jean-Pierre Guignout'un xüsusi dəvəti ilə Muğam Teatrının kollektivi Mahur Hindi Muğam kompozisiyasını Xurşudbanu Natavan və Aleksandr Dumas'ın iştirakı ilə göstərdi. Aleykümselam. Bizə xoş gəldiniz. Səfa gəldiniz. Çox mübarək olsunuz təşrifiniz. Təşəkkür edirəm. Çoxdan gözləyirdik gəlişinizi. Bugün alkışlayır, kaldırdık sizi. Çoxdan çağırdınız sizi ziyarət. Mənə nəsib oldu bu nəhayət. Xüsusi dəvətin səbəbini tamaşanın quruluşçu rejissoru Arif Qaziyev belə izah etdi. Monsieur Guignout Fransanın səfiri bizim Muğam Teatrına gələndə məndən xahiş dedi ki, bəs Monsieur Qaziyev, mənim qonaqlarım var, 15 nəfər Fransadan gəlirlər. Onlar üçün mümkündürsə bir Mahur Hindi muğamı ifa edəsiniz. Mən çox məhdəl qaldım ki, niyə birdən-birə bu səfir Mahur Hindi muğamını seçdi. Bundan istifadə edərək mən həmin ideyanı bizim həkim Qəniyə verdim. Dedim ki, xahiş edirəm, bu barədə ssenari yazasınız. Bu tamaşanı biz Mahur Hindi tamaşasını hazırladıq və mən çox şadam ki, buna birinci dəfə Lider telekanalı müraciət elədi və onu çox gözəl şəkildə bizim Muğam Teatrının həyatında çəkib tamaşa, yəni demək olar tamaşa da yox, film tamaşa formasında elədilər. Tarixin səhifələrini vərəqləsək görərik ki, görkəmli yazıcı Dumas bir vaxtlar Qafqazı səyahət etmiş və Qarabağda şairə Natavanın qonağı olmuşdur. Hətta Natavan onun şərəfinə bir neçə musiqi məclisi düzəltmişdir. İndicə çavuş gəlib gətirdi xəbər. Gözlədiyiniz qonaq gəlib sizə. Can atır göğsünüzə. Eləmi? Tez ol, göndərsin xəbər. Gəlib hazır olsun tez xanəndələr. Qızlar da sizə yürüsün tamam. Bu böyük görüşdə hazır olsun şaşdı. par amitié de venir jouer ici dans cette très belle salle. Hər bir halda bu bizim üçün böyük şərəfdir ki, Cənab Arif qeyd elədiyi kimi gəlib bizi bu balaca otağımızda bu tamaşanı ifadə eləməyə qəbul elədilər. Bizim üçün bu birinci dəfədir. Son olaraq müğənnilər Qarabağ şikəstəsi oxudular. Alqışlarla sona yetən konsertdən sonra səfir Dumas ilə şeir dəyişməsinə belə çıxdı. Tirez, chantons mes vers, ronsard, en vous émerveillant, ronsard me célébrait du temps que... Tamaşanın gedişatından həm səfir, həm də musiqi rəhbəri İslam Rızayev razı qaldı. Baxmayaraq ki, dəfələrlə bu teatrı meşq eləmişik, mən bilirəm ki, burada bir şefi olmayacaq, amma yenə də həyəcan keçirirəm. O təbii şeydir. C'est la genèse d'une œuvre. Bu mənim üçün tamamilə böyük bir imtiyazdır, çünki mən bu elə bir ki, əsərin lap başlanğıcından görmüşəm, onun gəncliyindən görmüşəm. Beaucoup de travail. Çox böyük iş görülür. Beaucoup de talent. Çox böyük istedad nümayiş Et elətdirdilər. je crois que cette troupe va tout droit au succès. Və mən fikirləşirəm ki, bu truppa tamamilə düpbədüz elə uğura doğru addımlayır. Mahur Hindi muğamının rəngarəngliyini həm dinləmək, həm də görmək imkanını gələn həftə Lider ekranlarından əldə edin.